Allah hədis-i qüdsi kitabında buyurur: Ya Musa, ey Musa, sən bu dünyada çox ömür sürməyəcəksən. Qəlbin qəsavətli olmamalıdır ya Musa. Hər kəsin qəlbi qəsavətli olsa məndən uzaqdır. Ya Musa, sən elə ol ki, səndən razı olum. Razılığım budur ki, mənə itaət edəsən. Səni namaza tövsiyə edirəm ya Musa. Çünki namaz mənim tərəfimdən bəndələrim üçün aramlıq və xatircəmlik vasitəsidir. Onun mənim yanımda çox yüksək məqamı var. Ya Musa, ey Musa, namazdan sonra mənim dərgahıma yaxınlaşmağa səbəb olan xüsusiyyətləri yerinə yetir. Fəqirlərə, miskinlərə, yoxsullara ən yaxşı malından zəkat ver. Ən yaxşı təamlarından infaq elə. Allah deyir, mən yalnız o ehsanı qəbul edərəm ki, pak-pakizə nemətlərdən olsun. Ey Musa, sail səndən bir şey istəsə, ona bir şey verməklə əzizlə. Acıdil olub tənə vurmaqla geri qaytarma onu ya Musa. Quran-ı Şərifdə Furqan surəsinin 72-ci ayəsində Həqqü Teala buyurur: Hər kim, hər kəs tövbə edib yaxşı işlər görərsə, şübhəsiz o yaxşı bir dönüşlə Allaha tərəf dönər. Deyirlər, Musa Peyğəmbərin dövründə bir cavan oğlan var idi. Həddindən artıq günah edirdi. Cavan oğlan günah etdiyinə görə şəhərdən qovulmasına əmr olunur. Cavan oğlan şəhərdən çıxdığı zaman etdikləri bütün əməllər, günahlar yadına düşür, tövbə edir, istiğfar edir, qayıdır ilahi dərgahına. Deyir, ilahi pərverdigarə, nə dünyası, nə də axirəti olmayan kəsə rəhm elə. Allahın xoşuna gəlir bu söz. Müəyyən müddət keçəndən sonra cavan oğlan dünyadan getmək məqamıdır. Musa Peyğəmbərə xitab olur: Ya Musa, ey Musa, yaxşı bəndələrdən biri dünyasını dəyişib. Ged onu qüsl elə, kəfənə bük, namazın qıl, dəfn elə. Musa Peyğəmbər gəlir, görür ki, günahkar olan bir insan, şəhərdən qovulan bir insan, deyir, necə ola bilər pərverdigarə, günahkar olan bir insan sənin yaxşı bəndən olsun. Dedi, ya Musa, bizim dərgahımız ümidsizlik dərgahı deyil. Əvvəl günahın içərisində batırdı, pis idi. Elə ki, günahını tövbə suyunda yuyandan sonra mən onu bağışladım, behişdə daxil oldu.